Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel murselin. Ala nebine Muhammed ve ala alihi ve sahbi ecma'in. Rabbimize şükürler olsun. Uca Allah'ın salamı, salavatı, Peygamberimiz sallallahu aleyhi ve sellem, onun ehli beyti, əshabların üzerine olsun. Uca Allah-u Teala her zaman bizleri xeyir işte müvəffəq eləsin. Rabbimiz dualarımızı qəbul eləsin, sıxıntılarımızı aradan qaldırsın. Elm məclisinin sonunda Allah Teala kulların günahlarını bağışlayır ve buna canlı yayında girenler nail olur. Uca Rabbimiz dualarımızı qəbul eylesin. Uca Allah Teala elmimizi artırsın. Amin. Xahiş eləməyə yerimə heç kimsə cavab verməsin. Zorla başa düşmür neyniyək. Namazın rükətləri niyə elədi onu Peyğəmbərimiz qılıb. Peyğəmbərimizə Cəbrail İslam öyrədi. Deməli bunu Allah belə buyurub. Baxın deyir ki, gözəl bir mövzu. Deyir ki, təsbih bir müalicədir. Təsbih nə deməkdir? Allah'ı zikir. Subhanallah. Təsbih nə qəsd olunur birinci? Subhanallah kəlməsi. Həmçinin ümumi əstəğfirullah. La havlə və la quvvətə illə billah. Hasbunallah və ni'məl vəkil. Subhanallah və elhamdülillah və la ilahe illallah. Vallahu ekber. Hamısı buna daxildir. Baxın. Təsbih bir müalicədir. Yəni zikir bir müalicədir. Dedim axı yazmayın deyə. Zorla yazdı, mən cavabını verdim də, siz yığışdırın da bir-birinizə cavab verməyi, yığışdırın da mənim canlımda. Vəssalam, bitdi. Dərsi dinləyin, maraqlı deyilsə tərk eləyin canlını. Bir-birinizə yazmayın mənim yerimə. Sualını soruşdu, cavabını verdim. Sən niyə qarışırsan buna? Baxın, deyir ki, insan bəzən sinəsində sıxıntı hiss edir və bəzən insan dərman qəbul edir buna görə. Amma bu dərmanlar bəzən görürsə insana fayda vermir. Əksinə, bəzən zərəri artırır. Şübhəs ki, həyatın təzyiqlərinin güclü və ağır təsiri var. Yəni, həyatda yaşayırıqsa, deməli, təzyiq, sıxıntı, qəm, kədər, qəlbi darlıq, bu mütləq olacaq. Yəni, dünya həyatının gerçəkliyi budur, həqiqəti budur. Çünki bura cənnət deyil. Subhanallah. Yəni, hamı istəyir ki, hər gün gözəl, təmiz hava alsın, lakin həyatda sıxıntı olmasın, amma sıxıntı var, kədər var. Yəni, bəzən görürsən ki, dünya geniş olmasına baxmayaraq insana dar gəlir. Yəni, insana dar gəlir və o zaman insan anlayır ki, Allah'tan başqa sığınacaq yoxdur. Subhanallah. Allah'tan başqa sığınacaq yoxdur. Başa düşdük də, zorrodur, filandır, qutardı da söhbəti yığışdırın. Dedi, mən cavabını verdim. İndi mənə yerimə müzakirə açmayın da. Blok eləyəcəm sizi. La ilahe illallah. Tamam, cavaba qane olmayıb. Vəssalam. Mən nədir? Vəhizat gəlib ona deməyəcəm ki, bildiyiniz cavabı verdik. Siz nə yazırsınız? Siz nə cavab verirsiniz? Baxın, insanların çoxu sinəsi daraldıqda müalicələrə, dərmanlara üst tutur. Bəzən də fayda vermir. Bəzən olur ki, insanın müalicəsi içindədir. Subhanallah. La ilahe illallah. Yəni, qəlbin darlığı var, sıxıntısı var. Dinimiz də bizə bunu buyurub. Bunu neylə aradan qaldıracaqsan? Qəlbi sıxıntı, darlıq. Elə mövzu budur da, dinləyin. Allah Teala Quran-ı Kərimdə bütün qəlb xəstəliklərinə müalicəni təqdim edir əslində. Yəni, buna deyilər ki, Rəbbani bir müalicə. Uca Rəbbimizin tövsiyəsi. Subhanallah. Baxın, altına buyurur Hicr surəsi 97-ci ayədə. Dedik də salavatdan sonra soruşarsınız da. Deyirik, dərsdən danışırız, siz elə tutmuşsunuz salavat. La ilahe illallah. Dərsi dinləyin. Sual cavablar dərsdən sonra. Yəni, deyirəm, eşidirsiniz, yenə yazırsınız. La ilahe illallah. Allah Teala buyurur Quran-ı Kərimdə Peyğəmbərimiz üçün Hicr surəsi 97-ci ayədə. Biz bilirik ki, onların dedikləri səni sıxır. Peyğəmbərimiz də insandır. Məkkə müşrikləri, baxın, Məkkə müşrikləri Peyğəmbərimizə dillə əziyyət verirlər. Peyğəmbərimizə iftira atırlar. Peyğəmbərimizin də qəlbi sıxılır. Peyğəmbərimizin yaxınları dünyasını dəyişir, onun da qəlbi sıxılır. Sahabələri şəhid edilir, onun da qəlbi sıxılır. Allah Teala bunun müalicəsini verir. Və əsasən nəyə görə? Biz bilirik onların dedikləri səni sıxır. Peyğəmbərimizə seyirbaz dedilər. Peyğəmbərimizə dəli, məcnun dedilər. Subhanallah.
Yəni bir söz insanı sıxır. Bir baxış insanı dözə bilməyəcək hala gətirə bilər. Amma elə də söz var ki, insan onunla düşünün bu halı aşa bilir. Gözəl söz. Yəni böyük sözlər əlbəttə ki, böyükdür. Baxın nə deyir? Bəzən də insan elə bir söz danışır ki, Allah dərgahında böyükdür, onun günahı da böyükdür. Yaxşı danışa bilər, savabı da böyük ola bilər. Allah buyurur Kəhf surəsi 5-ci ayədə. Bu ağızlarından çıxan necə də böyük bir sözdür. Onlar yalnız yalan deyirlər. Subhanallah. Bəzən də elə bir söz deyir ki, yalandır o. La ilahe illallah. Elə sözlər var ki, qəlbi incə olan insanlar onları eşidəndə dərin təsir altında qalırlar. La ilahe illallah. Halbuki biz bəzən elə sözlər eşitməmişik. Bəzən də insan olur ki, həyasız, çirkin sözlər öyrəşməyib. Əxlaqlı insan olub, ailə tərbiyəsi, ailəsində belə şeylər görməyib. Sonra həyatda belə çirkin sözlər görür. Bəzən də həyatımıza qəfil sözlər, sərt sözlər daxil olduqda sinəmiz daralır. Necə sinə daralırsa, eləcə də sinə də genişlənir. Yəni qəlbi insanı bəzən geniş olur, bəzən daralır, bəzən sözə görə. Baxın, Allah Teala buyurur Quran-ı Kərimdə, məyər sənin sinəni açıb genişlətmədikmi? Subhanallah. Yəni sənin qəlbinə rahatlıq verirdi ey Məhəmməd. Allah kimin sinəsini, qəlbini İslam üçün açarsa, o Rəbbindən bir nur üzərində olar. Zümər surəsi 22-ci ayə. Niyə insanın qəlbi daralır? Baxın, suallar var idi dinləyəcəm. Qəlbim sıxılır, daralır. Niyə? Qəlb insanların dedikləri sözlərdən, bəzən qulağın eşitdiyi şeylərdən və ya bəzən gözün gördüyü mənzərələrdən darala bilər. Xarici təsirlər, eşitdiklərin, gördüklərin, qəlbinə gələn fikirlər hamısı qəlbə təsir edir. Buna görə də qəlbi daraldan şeylərdən birinci uzaq durmaq lazımdır. Həqiqətən Allah buyurur ki, həqiqətən qulaq, göz, qəlb bunların hamısı soru-sual olunacaqdır. İsra surəsi 36-cı ayə. Gözünə harama baxdığın üçün, qulağı ilə pis şeylər dinlədiyin üçün, qəlbən. Quran-ı Kərim bizə həyatımızda baş verən hər şey üçün geniş müalicələr təqdim edir. Sənin qəlbini sıxan, sənə çatan xoş olmayan sözlər və ya sənə şeytanın çatdırdığı kəlmələr, bunların hamısına qarşı çıxış yolu var. Əsasən qəlb daralanda. Bəzən bir söz gəlir və bütün gününü qaraldır. Olmayıb həyatımızda, olub. Hamımızda olub. Qəlbini daraldır. Elə söz də olur ki, insan içində qalır. Səni narahat edir, pis hisslər oyadır və səni sıxıntıya salır. Məsələn, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem də bunu buyurur. Mənim sahabələrim haqqında mənə bir şey çatdırmayın, mənfi danışmayın. Çünki mən sizin yanınızda qəlbim geniş halda çıxmaq istəyirəm, deyir Peyğəmbərimiz sallallahu aleyhi ve sellem. Olur insanlar birinə söz çatdırırlar, filan kəs filan elə deyil. Deyir, danışmayın mənə sahabələr haqqında mənfi. Sizin yanınızdan çıxarkən qəlbi geniş çıxmaq istəyirəm. Yəni, insanlarla münasibətdə qəlbi təmiz saxlamaq lazım. Birinci bu. İnsanlara qarşı pis söz danışma. Qəlbini qıracaq ağır söz demə. Söz bəzən yaralayır. Bəzən isə birlik yaradır. Bir söz insanı da öldürə də bilər. Bir söz isə bir ümməti birləşdirə bilər. Baxın, nə deyir Allah da Quran-ı Kərimdə Peyğəmbərimizə? Əgər sən yer üzündə olanların hamısını xərcləsəydin, onların qəlblərini birləşdirə bilməzdin insanların. Lakin Allah onları birləşdirdi. Ənfəl surəsi 63-cü ayə. Yəni Allah Teala Peyğəmbərimizin sahabələri, əhl-i beyt olan arasında sevgi yaratdı, deyir. Yəni buradakı sözlər yalnız şəxsi həyatla bağlı deyil. Misal üçün, iş yerlərində, cəmiyyət daxilində dolaşan sözlər də insanın qəlbinə təsir edir. Və ya mənfi sözlər. Misal üçün, müharibələr, misal üçün, problem oldu, müharibə oldu, aclıq olacaq və s. Yollar bağlandı. İnsan daralır, sıxılır. Və ya sənə çatan hər söz doğru olmaya bilər. Bəzən bu sözlər şeytandan gəlir. Şeytan qızışdırır. Filan kəsi get filan söz çatdır. Niyə? Sən üzləsən, kədərlənəsən. Allah buyurur, biz bilirik onların dedikləri səni sıxır deyə. Hicr 97. Yəni sənə qəlbin sıxıntısına gələn şeyə çatdıqda nə etməlisən?
Baxın. Birinci, gözəl bir fayda. Deyir ki, qapıları bağla. Pəncərələri ört. Səndən əvvəl sənin haqqında deyilən sözlərə qulaq asma. Sanki heç eşitməmsən kimi davran. Birinci bu. Birinci bu. Yəni, filan kəs söz çatdırdı. Veciv alma. Qapıları bağla, pəncərələri ört. Səndən əvvəl sənin haqqında deyilən sözlərə de qulaq asma deyir. Sanki eşitməmsən. Fikir vermə. Necə deyirlər? Veciv alma. Çünki həyat doludur. Dolaşıq yollarla. Hansı çıxılmaz vəziyyətə düşəsən, nə? Biz bilirik. Baxın, Allah Teala ayənin sonunda verir bizə müalicəni. Biz bilirik. Onların dedikləri səni sıxır. Elə isə Rəbbinə həmd et. Birinci nədir? Elhamdülillah. Sonra Rəbbini təsbih et. Nədir? Subhanallah. Deyənə Subhanallah bihamdihi estağfurullah. Yəni təsbih deyənə Subhanallah bihamdi həmd olsun və digər bütün zikirlər buna şamildir. La havlə və la quvvətə illə billah. Həmçinin qəlb sıxıntısına qarşı Yunus Peyğəmbərin duası La ilahə illə əntə subhanə inni kuntum minəz zalimin. Sonra nə deyir? Davam edir. Səcdə edənlərdən ol. Yəni, qəlbin daraldı. Dur namaz qıl. 2 rükət müstəhəb namaz qıl. Və ya da qəlbin daraldı. Oturmuşsan. Get səcdəyə. Allaha yalvar. Allaha yalvar. Allaha yalvar. Dərdini, şikayətini Allah elə. Zikir, səcdə. Zikir, səcdə. Zikir, səcdə. Subhanallah. Peyğəmbərimizdir ki, Peyğəmbərimizə bir çətin, üzücü xəbər gəldi, neyədi? Qama ilə salati, namaza qalxardı. Müstəhəb namaz qıl, o problemini, o dərdini, o sıxıntını Allaha şikayət elə, Allaha ərz elə. De, ey Rəbbim, sıxıntıdayam. Dərdim var, problemim var. Filan kəslər məni üzüb, ya filan kəslər mənə əziyyət verib, iftira atıblar. Allahım, bu şikayətimi sənə edirəm. Və ya sənə tapşırıram. Və ya heç kimsə sənə deməyib. Misal üçün. Sıxıntın var qəlbində. Denə ki, ey Rəbbim, sıxıntımı sənə ərz edirəm. Bu problemi məndən uzaq eylə. Və xüsusən gecənin son 3:1 hissəsində. Deməli, sıxıntılardan çıxış yolu nədir? Zikir və bir də nədir? Səcdə. İndi gələk xüsusi olaraq səcdə. Baxın, səcdə də bir müalicədir. Həqiqətən insan səcdədə qalır uzun, dua edir, namaz qılsan, 2 rükət, gecə namazı, fərqi yoxdur və ya vacib namaz qılırsan, çoxlu səcdəndə Allaha yalvar, göz yaşı tök. Ondan sonra qalxanda qəlbinə elə bir rahatlıq gəlir. Sanki əvvəlki o sıxıntı yox idi. Baxın, təsbih, zikir müalicədir. İkinci nə gəlir? Səcdə müalicədir. La ilahə illallah. Biz bilirik onların dedikləri səni sıxır. Eləsə Rəbbinə həmd edərək təsbih et və səcdə edənlərdən ol. Hicr surəsi 97-98-ci ayə. Demək, səcdə də bir müalicədir. İnsan bu həyatda ağır yüklər daşıyır. Hamımız var, ailə, problemlər. Bəzən bu yüklər insanın gücünü aşır. Daşıya bilmir. Daşıya bilmir. Ona görə Allah Əl-Bəqərə surəsində buyurur 286-cı ayədə. Ey Rəbbimiz, bizə gücümüz çatmayanı yükləmə. Yükü yükləmə. Subhanallah. Bəqərə surəsi 286 ancaq. Deməli, sənə lazımdır ki, baxın, sualları saxlayın. Sənə lazımdır ki, içində yığılan artıq duyğulardan çıxasan. Bəzən insanın içində elə o qədər duyğular yığılır ki, suallar dərsdən sonra çıxa bilmirsən. Gündə ən azı 5 dəfə səcdəyə gedirsən, ən yaxın olduğun yer nədir? Səcdə. Sizi ondan yaratdı, alnını yerə qoyursan. Ora qaytaracaq və sizi bir daha torpaqdan çıxaracaq deyə Allah. Taha surəsi 55-ci ayə. Həqiqətən də nədir? Bu yer üzünü deyir, qoruyun. Çünki o sizin ananızdır yer üzü. O sizin üçün şahidlik edəcək. Torpaq da nədir? Bizim üçün şahidlik edəcək. Baxın, səcdədə alnını yerə qoyduğun zaman sanki içindəki ağırlıq axıb gedir. Orada qəlbinə yığılan hisslər toplanır. İçindəki sıxıntı azalır. Təsbih bir müalicədir, çünki qəlbi rahatladır. Səcdə bir müalicədir, çünki beyni boşaldır. Səcdə nə üçündür? Beyində olan artıq yük yığılır. Gün ərzində
beyin nə qədər informasiya alar? Kimsə keçmişdə bu qədər insanlar informasiya almırdılar. Ona görə nədir? Hafizlər çıxırdı. Quran-ı Kərimi uşaq vaxt əzbərlədilər, hədisləri əzbərlədilər, zehinlər. İndi nədir? Beynimiz o qədər informasiya dolur ki, beyin yorulur. Hard disk yorulur. Artıq qəbul edə bilmir. Səhər açırsan xəbərlər, dünya dağıldı, telefon əlində açırsan, bütün dünya xəbərlərinə baxırsan, o öldü, bu öldü. Beyin dolur. Sonra nədir? Hard disk doldu. Qəbul eləmir başqa bir şey. Oxuya bilmirsən kitab, gözəl bir şey yadda qalmır. Subhanallah. Niyə? Beynimizi doldururuq. La ilahe illallah. Dedik axı, suallar dərsdən sonra. Bu dərslər yazılır və YouTube'a qoyulacaq. Baxın, deməli, insan səcdəyə gedəndə, səcdə nədir? İnsanı yüngülləşdirir. Lakin səcdə ilə müalicənin təsir olması üçün əsas bir şərt var. Nədir o? Möminlər nicat tapdılar. O kəslər ki, namazlarında xuşu içindədirlər. Müminin surəsi 1-2. Nə deməkdir xuşu? Yəni səcdədə tələsmirlər. Bəzi namaz qılır, alnı qoydu, götürür. Hara tələsən? Nə olub? Səcdəyə getdin, bir aramla get. Səcdə edilən zikirləri ilə Subhanə Rabbiyəl Ə'lə 3 dəfə de. Ondan sonra Subbuhun Quddusun Rabbul Mələikəti və Ruh Subhanəkallahum bihamdik Əstəğfirukə tubileyk. Bir bağışlanma dilə. Subhanə zil cəbəruti vəl mələkuti vəl kibriyə vəl azəmə. Zikirlər, səcdə edilən zikirlərdən danışmışdıq. Onları yeni də paylaşacağım inşallah. Tələsmə, xuşu anlayaraq, yəni aramla, yavaş-yavaş, qəlbən dua elə. Əgər səcdə dayanmağı bacarmırsan, deməli səcdə sənin üçün müalicə olmaz. Yerə toxunduğun qədər səndən o yer deyir, ağırlığı çəkib alır deyir. Səni təmizləyir, səni yüngülləşdirir. Səcdə bir növ davamlı enerji kimidir deyir. Sən günorta namazında səhərdən yığılan gərginliyi boşaldırsan. Sonra yenidən yüklənirsən və onu əsr namazında boşaldırsan. Baxın, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm nə vaxt deyib bunu? 1440 neçə il əvvəl, düzdür. İndiki bilirsiniz nədir son araşdırma? Özə qərb ölkəni deyir ki, insanda mənfi enerjilər yığılır. Onu deyir, ancaq necə boşaltmaq olar deyir. Alnı səcdəyə qoy, dayan deyir. Bir müddət dayan deyir. Mənfi enerji, mənfi duyğular, o ağırlıq yük deyir, beynindən geçsin deyir. İndiki son araşdırma. La ilahe illallah. Yəni, bu əsrimizi araşdırma. Hansı ki, Peyğəmbərimiz buyurub namazın gözəlliyi, namazda səcdə dua. Biz onsuz da namazı qılırıq. Bir nəfər deyir müsəlmana ki, tövsiyə edib ki, alnı səcdəyə qoy, çoxlu qal. Deyir, nəyə görə? Deyir, mənfi enerji geçsin, yüklər geçsin. Deyir, biz bunu gündə 5 dəfə edirik. Deyir, necə 5 dəfə edirsiniz? Çünki deyir, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bizə namaz qılmağı buyurub. La ilahe illallah. Səcdə bir növ deyir, davamlı enerji kimidir deyir. Baxın. Baxın, nə deyir Peyğəmbərimiz sallallahu aleyhi ve sellem? Suallar dərsdən sonra. Bəli, səcdədə öz dilimizdə dua eləmək olar, əlbəttə ki. Dua, yəni səcdənin zikirlərini deyəndən sonra Subhanə Rabbiyəl Ə'lə öz dilimizdə istədiyin qədər dua elə bilər. Çünki nəyə görə? Peyğəmbərimiz nə buyurur? Əqrabu mə yəkunu beynəl abdi və rabbihi və huvə səcid. Bəndə ilə Allah arasında ən yaxın an səcdə anıdır deyir. Fəəkthiru fiyhə dua. Səcdədə duaları çoxaldın deyir Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. İndi dua eləmək üçün mütləq ərəbcə öyrənməli. Xeyr, hər kəs ərəbcə öyrənməz ki, deməli, hər kəs öz dilində dua etsin. Baxın, nə deyir Peyğəmbərimiz sallallahu əleyhi və səlləm? Əgər deyir, sizin deyir, namaz qılmayanlar günlərdən məhrum olurlar. Əgər birinizin qapısının önündən bir çay axsa və hər gün 5 dəfə orada yuyunarsa, onun üzərində kir qalarmı? Dedilər, heç biri kir qalmaz. Dedi, 5 vaxt namaz da belədir. Allah onunla günahları silir. Gör, namaz qılmayan özünü nələrdən məhrum edir. Bəzən də o fərz namazını qılır, digər fərz namazını tərk edir, namazı yüngül sayan və onu qoruyub saxlamayan kəs əlbəttə şeytanın deyil, tələlərinə düşür. La ilahe illallah. Namaz sənin həyatında itirdiklərini əvəz edir. Amma sən səhlənkarlıq etdikcə bu əvəz sənə gəlməz.
Namaz sağlamlıq, xəstəlik, bəlalar, müsibətləri aradan qaldırır. Allaha yaxınlaşırsan. Baxın, nə deyir Peyğəmbər Allah da Quran-Kərimdə? Gecə vaxtı səcdə edən, axirətdən qorxan və Rəbbinin rəhmətini uman kəs. Onlarla deyir, belə olmayanlar eyni ola bilərmi? Zümər surə 9-cu ayə. La ilahe illallah. Allah gör nə ilə seçir bizləri? Gecə vaxtı səcdə edən, gecə vaxtı işə namazı, həmçinin bu girər misal üçün həm gecə vaxtı namazına, həm sübh namazına, həm işə namazına, hər birisinə nədir? Bu ayətdir. Baxın, nə deyir? Gecə vaxtı səcdə edən, bax, gecə vaxtı səcdə edən və axirətdən qorxan və Rəbbinin rəhmətini uman kəs. Belə olmayanla eyni ola bilərmi? Allah təala bunları eynəyir, insanları ölçür. Ona görə səcdədən əvvəl olan hal bir hazırlıq və bir həsrətdir. İnsan, yəni yerə baş qoymağa sanki can atır. Namaz qılanlar daim dərdini, kədərini, sıxıntısını səcdə Rəbbinə ərz edir. Namazdan çıxanda isə iki haldan biri olur. Ya rahatlıq tapmış halda çıxır, ya da yorğun. Yəni, necə yorğun? Namazın hələ o gözəlliyi dadmayıb. Ona görə də o kəs ki, namazda Quranın mənalarına daxil olur, sanki cənnəti də qazanır. Cənnətdədir. Və nə deməkdir Quran? Yəni, səcdəsini aramlı edir, Allah Taala'dan istəyir. La ilahe illallah. Elə insanlar var ki, səcdələri qorumaqla, yəni səcdəyə davamlı olmaqla, uzun-uzaq dua etməklə bir çox xəstəliklərə belə qalib gəliblər. Subhanallah. Deməli, nədir? Səcdə bir müalicədir. Suallar dərsdən sonra dedim axı, gözəl insanlar, mənə dinləmirsiniz. Ya da yeni girmişsiniz. Dərs danışıram, indi mən danışıram, necə sualları cavablandırım? Burada dindən söhbət gedir, sənin sual maraqlansa burada dərs gedir. Yəni, bu dərsi bir dinləyin də. Burada bəlkə dərsdə sən aldığın faydanı sual cavabdan ala bilməyəcəksən. İnsan elm məclisində oturmağın, yəni elm məclisində qalmağın, hər anın sənin sağlıdır, mələklər dua edirlər. Sualları dedim dərsdən sonra, Azərbaycanı da dedim, bəlkə ərəbcə deyim. Əl-əsilətü bə'dəl-əd-dərs. Başa düşmənsə, İngilizcə öyrəndim. Baxın, nə deyir? Dedim, yenə sual soruşdu. Nə deyim mən? Nə deyir Allah Quran-Kərimdə? وَعْبُدْ رَبَّكَ حَتَّى يَأْتِيَكَ الْيَقِينَ. Ta ki, sənə yəqin, ölüm deyir, gələnə qədər deyir. La ilahe illallah. Baxın. Ölüm gələnə qədər. Quran-ı Kərim insanın qəlbi və ruhi xəstəliklərini müalicə edir. Zikir, səcdə. Nə deyir? Biz bilirik onların dedikləri səni sıxır. Eləsə Rəbbinə həmd edərək təsbih et və səcdə edənlərdən ol. Buradakı yəqin nə deməkdir? Ölüm. Və sən nə vaxt gələcəyini bilmirsən. Nə zamana qədər Allah ibadət edəcək? Həttə yətiyəkəl yəqin. Yəqinlik gələnə qədər. Yəni, ölüm gələnə qədər. La ilahe illallah. Necə sağlam insan səbəbsiz öldü, necə xəstə insan uzun müddət yaşadı. Hamımız öləcək. Bir gün tez, bir gün gec. Ona görə insana bu nəfəs, bu ruh bir dəfə verilir. Öləndən sonra peşman olacaqsan. Rabbirciuni. Ey Rəbbim, məni dünyaya qaytar. Dünyaya qaytar. La ilahe illallah. Baxın. Düz ol, sabit ol. Tam bir doğru yolda get. Həqiqi doğru yol nə deməkdir? Səni Allaha yaxınlaşdıran əməllərdə davamlı olasan. Yəni, davamlı ol ölüm gələnə qədər. Əsasən nədir? Namaz. İbadətlə fəxr etmə. Çünki bu Allahın sənə verdiyi bir nemətdir. Allah həmd et ki, Allah təala səni namaz qılanlardan edib. Əksinə ibadət sevin. Çünki Allah səni özünə yaxınlaşdırmaq üçün seçib. Unutma. Səndən başqa bu nemətdən məhrum olan, uzaqda qalan və qəflət içində yaşayan çox insan var. Heç İslamın adını bilməyən, İslamı bilməyən, namaz nədir bilməyən, səcdə nədir bilməyən insanlar var. Amma sən onlardan deyilsən. La ilahe illallah. Sizə maraqlı bir şey danışım. Bir bədəvi ərəb, Kuveytdən olur, hardan olur, ilk dəfə xaricə çıxır. Ömründə xaricə getməyib. Çox dindar insan olur, zikir, dua, özü qəbilə başçısı olur. Və qəbiləsindən küsür qəbiləni tərk eləyir.
Qəbilə yığışır, a kişi sən qəbiləni idarə edirsən, qəbiləni idarə elə, problem, sıxıntı deyir ki, hamımızdan küsmüş, hamımızı tərk elədi. İnciyib. Xəstələni bunu aparırlar, ağır xəstə olur Amerikaya. Deyirlər ki, orada yaxşı müalicə var xəstəxanaya. Aparırlar, bu da bilmir. Bədəvi öz ölkəsində daim ibadətdə olan birisi. Gedir oraya Amerikaya, Ramazan vaxtı olur. Bir yerdə qalırlar, həkimə gəlib gəlirlər. Görür ki, cəmaat gündüz yeyirlər. Təəccüblənir. Deyir, bunlar niyə gündüz yeyir? Axı Ramazan ayıdır. Sonra görür ki, namaz zad yoxdur. Yığır Kuveyti, zəng eləyir. Deyir, ay insanlar, mən hara göndərmişsiniz? Deyir, nə olub? Deyir, burada insanlar oruç tutmur. Deyir, mən şokdayam. Deyir, necə oruç tutmurlar? Deyir. Ömründə görməyib kafir ölkəsi. Namaz da qılmırlar, deyir. Gülürlər, deyirlər, bilmirsən, sən haradasan? Deyir, yox. Deyir, Amerika kafir ölkəsidir. Orada namaz yox, oruç yox. Yəni belə müsəlmanlar. Var ya müsəlmanlar, amma azlıqdır orada. Deyir, subhanallah. Ramazanda oruç tutmurlar. Subhanallah. Allah'a ibadət eləmirlər, namaz qılmırlar. Deyirlər, yox. Deyir, mənə geri qaytarın, geri qaytarın. Yığın bütün qəbiləni, deyir. Hamınıza haqqımı hallət. Şoka düşür insan. Ola bilməz. Necə yəni namaz qılmırlar? Subhanallah. La ilahe illallah. La ilahe illallah. Qəribə gəlir bəzi insanlara. Allah təala sənə iman verib, elhamdülillah. İman verib, bu böyük bir neymətdir. Bir dəfə Sudanda o zaman keçmiş vaxtda İngilislər gəlirlər, müstəmləkəçilər gəlirlər. Nəsə orada problem və müharibə olur. Bir Sudanlı yolda görüşür. Deyir, bu kimdir, deyir. Deyir, bu İngiltərədən gəlib. Deyir, müsəlman, deyir, yox. Deyir, nə deməkdir o? Deyir, bu Allah'ı inkar edib, ürəyi bulanıb qaytarır. Pis olur. Deyir, necə Allah'ı inkar edib? İnsan necə Rəbbini inkar edər? Dəhşətə gəlir, ürəyi bulanıb qaytarır, iriyənir o insanda. Niyə? Daim müsəlmanların içində yaşayıb, gözəllikdə yaşayıb. Bəzi insanlar nədir? Bilmirlər bu İslam neymətinin gözəlliyini. Elə başqa yeri arzu edirlər. Filan yer olsun, filan yer olsun. La ilahe illallah. Sən amma müsəlmansan, müsəlman dünyadan köçməyə çalış ki, dünyadan müsəlman köçəsən. La ilahe illallah. Nə deyir Peyğəmbərimiz sallallahu aleyhi ve sellem? Allah'ın 99 adı vardır. Kim onları anlayıb əməl edərsə cənnətə daxil olar. 99 adı həmçinin sənə nə verir? Yəqinlik. Əgər Allah'ın adlarını anlasan, onları yadda saxlasan, onlarla yaşasan, dua etsən, bu adlar həm dünya, həm də axirət üçün bir məktəb kimidir. Allah'ın gözəl adlarını tanımaq, onları dərk etmək, sən nə yaparır? Düzgün yolda sabit ol. La ilahe illallah. Baxın, Hicr surəsində ayəni bitir. Rəbbinə ibadət et. Ta ki sənə ölüm gələnə qədər. Hicr surəsi 99-cu ayə. Yəni, ciddi bir mərhələyə daxil ol, ey insan. Çoxlarımız bəlkə də 40 yaşını keçmişik. Özünə deyil, mən gecə namazı qılmalıyam. Mən sübh namazın vaxtına qılmalıyam. Gecə qalxmalıyam, az olsa da. Əgər sübh namazına diqqətlisənsə, istər məsciddə, istər evdə, deməli, sən haqq üzərindəsən. Amma qılmırsansa, deməli, sən bu ayədən uzaqlaşdırıldın. Ta ki, yəni sonuna qədər, ölüm gələnə qədər, o ana qədər. La ilahe illallah. O ölüm anında artıq sən nemətləri görəcəksən, mələkləri görəcəksən, onlar sənə salam verəcəklər. İbadət edən salih insanlar ölüm anında Allah'ın onlara verdiyi nemətləri görəcəklər. La ilahe illallah. O zaman sevinəcək. Amma imansız bunu görməyəcək. Həmçin soru demə, namazım qəbuldurmu, orucum qəbuldurmu, ibadətim qəbuldurmu? Əslində qəbul əlamətləri sənin özünlədir. Əgər qəlbində ibadətin təsirini hiss edirsənsə, onu davamlı etdirməyə meylin varsa, o ibadətlər davamlı edirsənsə, deməli əməllərin nədir? Qəbul olunub. La ilahe illallah. Və dərk elə ki, Allah təala səni görür, sənə baxır, sənə nəzarət edir. Bu halı yaşadın mı? Bu mənaları hiss etdin mi? Günahdan uzaqlaşan, doğru yola daxil olan, bəli bunu hiss edir. Ona görə də insana bəzən çətin olur. Baxın, nə deyir Səbit Əl-Bənəni? 20 il namazda çətinlik çəkdim. Yəni, istədiyim kimi qıla bilmədim xuşu ilə. Amma deyir, 20 il sonra o namazın ləzzətini yaşadım deyir. Deməli nədir? Davamlı olmalısan, davamlı.
La ilahe illallah. Bu həyatda ən gözəl nemət Allahla gözəl ünsiyyətdir. Allaha yaxınlıq anı bütün dünyaya dəyər. La ilahe illallah. Baxın, nədir salihlərdən birisi? Əgər deyib padşahlar bizim qəlbimizdə o iman rahatlığını bilsəydilər, qılınclarını sıyır, bizdən vuruşardılar ki, niyə o qəlbdə olan rahatlıq bizdə yoxdur? Allah təala görün bizə nə böyük bir nemət verir. La ilahe illallah. Bəzən bu nemətin nədir? Qədrini bilmirik. Baxın, nədir? Təbarəkəsmə Rabbuk. Rəbbinin adı mübarəkdir. O əzəmət və səxavət sahibidir. Allahın adı həqiqətən gözəldir. Nurdur Allahın adları. Əgər bu barədə danışmaq istəsə, uzun ömür belə kifayət etməz. Yəni, Rəbbin adı mübarəkdir. O əzəmət və kərəm sahibidir. Allahın bütün adları. Nə deyir Allah Quran-ı Kərimdə? Rəbbinin adını zikr et. Yəni, Allahın adları ilə ona dua et, yaxınlaş. Allahın adlarının özünə məxsus gözəlliyi var, əzəməti var. Allahın adı imanla dolu. Hər bir müsəlmanın qəlbində xüsusi ucalıq daşıyır və xüsusən Allah kəlməsi insana heybət, ehtiram hissi verir. Subhanallah. Allah kəlməsi gözəl mənalarla doludur. İnsan orada özünü tapır. Rəbbinin adıdır, mübarəkdir, deyir. Allahın adında bərəkət var, yəni. Azanlar üzərinə gələndə o Allahın adını yaşasa, o haqq yolunu tapar. Allahın adı çətinə çəkiləndə onu asanlaşdırar. Darlığa çəkiləndə onu genişləndirər. Xəstənin üzərinə çəkiləndə Allahın rəhmətinin mehini ona hiss etdirər. Yaralı bir qəlbin üzərinə çəkiləndə isə ona rahatlıq, təsəlli verər. Allahın adları ilə yaşamaq. İftar nədir? İftar çoxdan girib. İşə namazdan bir dəqiqə qalıb. Nə iftar? İftar 8-ə işləmişdir. Ulduz yox, Elon Musk'ın peykləri çıxıb artıq. Allahın rəhməti ilə Allahın adı onu zikr edən kəs üçün bərəkət daşıyar. Çünki onun qəlbi rahatlıq tapar. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar. Rə'd surəsi 28-ci ayə. Allah adı Quran-ı Kərimdə ən çox təkrarlanan addır. Allah. Demək olar ki, Quranın ayələrin çoxunda Allahın adı açıq aydın görünən parlaq bir nişanə kimi yer alır. Rəbbinin adını səhər axşam zikr eylə. Yəni Allahın adları ilə dua et. İnsan surəsi 25-ci ayə. Həmçinin Allahın zikri insanın qəlb genişliyi verir. Allah kimin qəlbini İslam üzərinə açarsa, o Rəbbindən bir nur zərdə olar. Qəlbləri Allahın zikrindən uzaq olanlarda isə vay halına, onlar açıq aydın azğınlıq içərindədirlər. Zümer surəsi 22-ci ayə. La ilahe illallah. O şeytan hardasa bir dənə tapıb, bir dənə sapıq təkfirçini gətirməlidir o Allah'ı inkar edən şey, ateisti. İnşallah öləndə görəcəksən. Allah var mı, yox mu? Çünki siz kimi ateistlər öləndə qışqırıb ağlayırlar ki, ay, vay, mən nə oldu, indi de görürəm, deyir. Ateistlərin ölüm anında bir oxuyun, dəhşətdir. İnkar edirlər, təkəbbürlü, ölüm anında, ölüm mələyi gələndə, yaxınlaşanda qışqırırlar, bağırırlar, qoymayın, aparmayın. Oxuyaram sizlər o ateistlərin o ölüm anında çəkdiklərini. Bugün təkəbbürlə denə Allah yoxdur falan. Öləndə görəcəksən Allah var, yoxsa yox. Allah zikr etməyin qəlb sərt, dağınıq, Allahın rəhmətinə uzaqdır. Allah zikr etməyin qəlb, şeytanın ona ələ keçirdiyi, ona hakim olduğu, onu özünə itaətkar etdiyi qəlbdir. Zikirlə dolu qəlblər isə qəlbdə rahatlıq, üzdə nur yaradır. Peyğəmbərimiz buyurur, Rəbbini zikr edən etməyənin misalı diri və ölü kimidir. La ilahe illallah. Ona görə də nədir? Allahın zikri, Allah bəndəsinin qəlbində imanla hakim olmasıdır. Unutduğun zaman Rəbbini zikr et. Kəhf surəsi 21-ci ayə. Necə olur ki, insan unudur və yayılır. Halbuki Allah onu özünə çəkir. Allah zikr edənlərə kömək edir. Şeytan onlardan uzaqlaşdırır. Elə isə vaxtların Allah'a yaxın olduğun anlarla doldur. Allah zikr edənlərin qəlbləri titrəyər. Allah zikr etməklə. Allah kəlməsi içində xüsusi iman gücü daşıyır. Qəlbini genişləndirir. Xeyri bərəkəti yaxınlaşdırır. Allahın zikri insana güc, gözəllik, canlılıq verir. La ilahe illallah. Əlbəttə bunu bilməyən insan bədbəxtdir. Allahın zikri insanın həyatında çox şey dəyişdirir.
Allah'a çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlama və böyük mükafatlar hazırlamışdır. Əhzab surəsi 35-ci ayə. Demək, Allah kəlməsi insanın daxilində böyük dəyişikliklər yaradır. Allahın adı olduğu yerdə bərəkət olur. Onu zikr edəndə bərəkət verir. Onu dinləyənə də bərəkət verir. Allahın adı insan həyatını səs-küydən çıxarıb ona yaxınlığın sakitliyinə və ünsiyyətə aparır. La ilahe illallah. Allah sonumuzu gözəl eyləsin. Allah təala bizləri qorusun. La ilahe illallah. Həqiqətən də Allaha iman gətirmək ən böyük nemətlərdən birisidir. Görün Allah təala bizlərə hansı nemətlər verib.